Allahın adıyla başlayıram. Qutardı beyti Kəbəni, baxanda fəxr edib Xəlil, yəni Həzrəti İbrahim. Biduni vəhy vasitə, yəni vəhisiz, vasitəsiz səda gəlib o Həzrətə. Buyurdu, ac qarınları taam ilə doyurmusan. Səs gəldi buna ki, ac qarınları taam ilə doyurmusan. Və ya libas vermisən birəhnə bir bizaətə. Geyimsizlərə bir geyim veribsən. Daşı daş üstə qoymağın bu qədri iftixarı yox. Varındı iftixar elə açıq ələ səxavətə. Əli əmiri möminan 35 il cihadidə birində aya gəlmədi o Həzrətə şücaətə. Vuruldu 93 yara, o həddə aya gəlmədi. Elə ki verdi bir üzük, yetişdi əl bəşarətə. Bu şeir Mün'im Ərdəbillinindir, Azərbaycan şairi Mün'imindir bu şeir. Burada çox maraqlı hissə budur ki, deyir ki, Həzrət İbrahim Kəbəni bina eləyəndən sonra ona səs gəldi ki, bu daşı daş üstə qoymağın o qədər iftixarı yoxdur. Sonra deyir ki, İmam Əli də 35 il cihad elədi, birində aya gəlmədi. Amma elə ki verdi bir üzük, yetişdi əl-bəşarətə. Amma elə ki gəldi, üzüyün də elə bir deyəsən ki, bir mahiyyətli bir şey deyil ki. Amma elə ki Allah yolunda bir şey verdi, xırda da olsa, dərhal aya gəldi ki, İnnəmə vəliyyukumullahu və rəsuluh. Həqiqətən sizin Mövlanız, sizin haminiz Allah'tır, Peyğəmbəridir. İnnəmə vəliyyukumullahu və rəsuluh və yuqimunəs salat və yutunəz zəkat və hum rakiun. Sizin vəliniz, Mövlanız, haminiz Allah'tır, Peyğəmbərdir və ruku halında namaz qılıb, ruku halında zəkat verənlərdir. Bir dənə İmam Əlinin Allah yolunda üzük verməkliyi barəsində aya gəldi. Amma nə qədər müharibələrdə oldu, onların heç birində aya gəlmədi. Biraz çalışaq ki, dəyərli dinləyicilər, ibadətimiz də olsun. İbadətlə bərabər Allah yolunda Allahın verdiyi nemətlərindən azacıq da olsa belə Allah yolunda sərf eləyək. Quran-ı Kərimdə də ibadət haqqında hansı ayələrdə danışılıbsa, yuqimunəs sala və yutunəz zəkat deyir. Müminin əlamətlərinin sayır, müminin əlamətlərindən odur ki, həm namaz qılar, namazla bərabər Allah yolunda infaq da eləyər. Allah yolunda Allahın verdiklərindən paylamağı da bacarar. Necə ki, İmam Əli əleyhissalam 2 ibadət elədi. İbadətlərin biri namaz qılmaq idi. İkinci ibadəti də elə onun Allah yolunda o zəkat verməkliyi ki, deyir, Quran deyir ki, zəkat, əlbəttə o zəkat deyildi. Zahiri ayədə zəkatdır. Allah yolunda elə sədəqə verməkliyi özdə, sədəqə özdə zəkatın bir növüdür. İmam Əli əleyhissalamın Allah yolunda bir üzügün bəxşiş eləməkliyi, sədəqə verməkliyi, hər nə cür desək, onun barəsində aya gəldi və onu Allah onun fəzilətindən danışdı. Allah bizi fəzilətli insanlardan qərar versin. Allah Teala bizi Allah yolunda Allahın verdiyi nemətlərdən sərf edənlərdən qərar versin.